Toyuqçuluqda uyğun təməli cücə seçimindən başlayır. Cücə seçimi inkubatordan başlayır. İnkubatordan çıxan cücələr quru və sağlam olmalıdır. Cücələr ayaq üstə dura bilməlidirlər. Tükləri parlaq olmalıdır. Cücənin çəkisi minimum 35 qram olmalıdır. Cücələrin yemləməsi onların inkişafında həlledici rol oynayır. Bunun üçün küməsin müxtəlif yerlərində 100 cücə seçilir və onların dənlikləri yoxlanılır. 2 saatdan sonra dənlikdə 75% yem olmalıdır. 8 saat ərzində 75% yem olmalıdır. 12 saat ərzində 85% yem olmalıdır. 24 saat ərzində 95% yem olmalıdır. Bu o deməkdir ki, cücə yemi yaxşı götürür və gələcəkdə problem olmamalıdır. Bununla yanaşı cücələrin temperaturunu ölçmək mühüm rol oynayır. Bunun üçün 3-4 gün ərzində termometr cücələrin çılpaq arxa nahiyəsinə yerləşdirilir və ölçülür. Normal temperatur 39,4 və 40,8 dərəcə olmalıdır. Bədən temperaturu aşağı və yaxud yuxarı olduqda küməsin istiliyini və temperatura diqqət yetirmək lazımdır. Nəticə etibarı ilə bu qaydalara riayət etsək, normal çəki və normal gəlir götürə bilərik.